Salam əziz izləyicilər, əziz dostlar. Bugün xalqımız Xocalı soyqırımının 34-cü il dönümünü qeyd edir. Xocalı soyqırımı ilə bağlı olanlar, orada törədilən vəhşiliklər, barbarlıqlar hamımıza məlumdur. İstər Xocalı sakinlərinin dilindən eşitdiyimiz, istərsə də həmin ümumiyyətlə hadisənin şahidləri danışdıqlarından bilirik ki, orada hansı vəhşiliklər ağla sığmaz, insanlığa qarşı cinayətlər törədilib, onu hamımız bilirik, eşitmişik, bəzi insanlar da şahid olub. Bugün 34-cü il dönümünü qeyd edirik və onların xatirəsini dərin ehtiramla yad edirik. Biz hazırda Xocalı soyqırımının törədənlərin bəziləri Azərbaycanda həbsdədir. Mən bu Xocalı soyqırımla bağlı nələr baş verib, nələr törədilib, necə olub, bununla bağlı danışmaq istəmirəm. Sadəcə bugün zamanla əvvəllər, illər əvvəl xəyal etdiyimiz, düşündüyümüz hansı ki, o məsələni ki, biz Xocalı soyqırımının iştirakçıları, onun törədənlərin görəsən nə vaxtsa müttəhimlər kürsüsündə əyləşəcəkmi, onlar Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklərmi? Zamanında biz bir neçə illər qabaq bunu düşünürdük. Amma zaman keçdi və gördük ki, bəli, deməli bu da mümkündür. Hazırda bilirsiniz, bu Azərbaycanlılara qarşı, dinc Azərbaycanlılara qarşı törədilən vəhşilikləri törədənlərin bir neçəsi, yəni 20-yə yaxın şəxs Azərbaycanda həbsdədir və onlar Azərbaycan məhkəmələri qarşısında cavab verdilər. Törətdikləri cinayətləri sübuta yetirildi və onlar azadlıqdan məhrum etmə cəzalarına məhkum edildilər. Amma çox istəyirik ki və buna ümid edirik ki, necə ki, dediyim kimi, illər əvvəl biz ümid edirdik, ümidlə yaşayırdıq ki, xəyalla yaşayırdıq ki, həmin şəxslər bir gün məhkəmə qarşısına çıxarılacaq, necə ki, çıxarıldı, Azərbaycan məhkəmələri qarşısında cəzalarını aldılar, amma hələ bəzi şəxslər var ki, onlar da Azərbaycan məhkəmələri qarşısına çıxarılmalıdır. Biz ona ümid etməliyik ki, onlar da nə vaxtsa məhkəmə qarşısında, müttəhimlər kürsüsündə əyləşərək bizim məhkəmələrə cavab verməli olacaqlar. Bunlardan əsasən tanınmış simalardan Vitali Balasanyan, Vito kimi tanınan Vitali Balasanyan, Ermənistanın əvvəlki prezidentləri Serj Sarkisyan və Robert Köçəryanın, düzdür, çoxsaylı, əli qana batmış çoxsaylı cinayətkarlar var. Amma mən hələ tanınmışlardan deyirəm və öz də Qarabağda bizim insanlara qarşı, ümumiyyətlə tək Xocalı yox, deməli, əvvəl işğal olunmuş rayonlarda Azərbaycanlılara, dinc Azərbaycanlılara qarşı törədilmiş cinayətlərin başında dayanan əsas simalardan danışıram mən. Deməli, Robert Köçəryan, Serj Sarkisyan və Vitali Balasanyan. Dediyim kimi, çoxdur insanlar, bunların sayı əsas, yəni tanınmış simalardan söhbət gedir. Və mən ümid edək ki, zaman gələcək, onlar da Azərbaycan məhkəmələri qarşısında törətdikləri cinayətlərə görə cavab verəcəklər. O gün yəqin ki, gələcək, mən düzdür, barışıq olacaq, sülh olacaq və bu istiqamətdə gedir. Ümumiyyətlə, indiyənə kimi bütün dünyada tarix boyu belə olub ki, nə vaxtsa dalaşan, nə vaxtsa müharibə edən bir zaman keçdikdən sonra barışığa gəlir, sülh müqaviləsi imzalayır və barışırlar, gediş-gəliş olur, ticarət olur. Necə ki, bizdə yavaş-yavaş bu proses başlayıb, amma hüquq sistemi də öz yerində durur. Yəni, onları da yenə məhkəmə, hüquqi məsuliyyət əminəm ki, gözləyir və zaman gələcək, sülh olsa belə həmin şəxslər də Azərbaycan məhkəmələri qarşısında törətdikləri cinayətlərə görə cavab verəcək. Bir neçə illər bundan qabaq deməli, biz düşünürdük ki, görəsən, ilahi, bunlar nə vaxtsa bu törətdikləri cinayətlərə görə cavab verə biləcəkmi? Biz onları həbs edib Azərbaycana gətirə biləcəkmi? Bunlar Azərbaycan məhkəmələri qarşısında törətdikləri cinayətlərə görə cavab verəcəklərmi? Necə ki, illər əvvəl biz bunu düşünürdük və bu düşüncələrimiz, bizim bu deməli fikirlərimiz reallığa çevrildi. Mən əminəm ki, gələcəkdə nə vaxtsa həmin şəxslər, o qorxaq Vitali Balasanyan, hansı ki, Serj Sarkisyan və Robert Köçəryan, onlar
Qarabağa gəlib gedirlərsə, əsasən Ermənistanda deməli yaşayırlar. Amma Vitali Balasanyan və mən bütün bu xalqımızın başına gətirilən bu faciələrin başında dayanan əsas temalardan biri Vitali ləqəbli Vitali Balasanyandır. Hansı ki, qorxaq Vitali Balasanyan. Vitali Balasanyan Qarabağda yaşayırdı, işğal olunmuş ərazilərdə yaşayırdı və Azərbaycanın antiterror deməli əməliyyatı başlayan kimi aradan çıxdı, qorxaqdır. O bir daha tarix qarşısında həm də qorxaq tülkü kimi yadda qalacaq. Digərlərin deməli Azərbaycanın hüquq mühafizə orqanları tutdu gətirdi bura, o dərhal qorxusundan qaçdı və deməli şahidlərin orada baş verən, başına oyunlar gətirən bizim insanlarımızın dediklərindən aydın olur ki və görüntülərdən bizim deməli aydın olur ki, orada törədilən əsas ən ağır cinayətlərin başında Vitali Balasanyan dayanır. Ağlasığmaz cinayətlərdən söhbət gedir. Həmin cinayətlərin başında Serj Sarkisyan, Robert Köçəryan və Vitali Balasanyan. Ən ağırında dediyim kimi Vitali Balasanyan və zaman gələcək biz ümid edək ki, həmin Vitali Balasanyan da bir gün Azərbaycan məhkəmələri qarşısında müttəhimlər kürsüsündə əyləşərək o bizim hüquq sistemimiz qarşısında cavab verməli olacaq və o öz cəzasına çatacaq.